Məncə biz nəyi artırmalıyıq? Biz artırmalıyıq həqiqətən də o ehtiyacdakı müştərilərin ehtiyacını anlamağa. Bu gün səhər Xırdalan filialında, sonra İçəri şəhər filialında, Əhmədli filialında və Bluemolda oldum və Xırdalan filialında çox qəribə bir şey oldu. Resepsiyonda tam mənə xanım çıxırdı, ödəniş edib çıxanda belə orta yaş üstü bir xanım idi. Belə qəribə şəkildə qeyri-ixtiyari göz-gözü gəldik və bir tanıdı da yəqin ki mənə. Mənə deyir ki, çox təşəkkür edirəm sizə. Mən deyirəm ki, nəsə yəqin yeni qabağa endirimlər var və s. Deyir ki, yox deyir, mən deyir, o qədər şad oldum ki, burada belə böyük, rahat şəraitdə salon açılmasına. İnsan gəlir xidmət görür, biz onun xidmət qarşılığını bir ödəniş alırıq. Və insanlar təşəkkür edir. Niyə? Çünki işini yaxşı eləyəndə, gözəl eləyəndə və yaxşı təqdim eləyəndə avtomatik insanlar minnətdarlıq duyur. Gəldim eyni şeyi İçəri şəhərdə və bu gün Əhmədlidə də görəndə çox qəribə. Bu gün Gülay xanım müştərisi mənə deyir, çox sağ olun, var olun ki, belə bir komanda qurmusunuz, belə bir salon açmışsınız və s. Bu baxımdan insanların ödəniş elədikdən sonra sənə qarşı minnət borcunu duyması çox qəribə bir his gəldi mənə. Yəqin ki, bir şeyləri həqiqətən də burada doğru edirik. Məncə bunu artırmalıyıq. Yəni biz onlayn deyil, offlayn da qalmalıyıq. Biz yeni müştəri qazanmaq yerinə bizi seçən, bizi inanan və bizi bəyənən müştərilərin məmnuniyyətini artırmalıyıq. Bu nöqtədə məncə ən böyük uğurumuz da bu olar kimi düşünürəm. Burada da siz gənclərə həqiqətən pay düşür. Və biz ofisdə bütün günü salonlarla maraqlanırıq, müştərilərlə maraqlanırıq, amma operasyon içində olanda ki, müştərilərin o yanaşması, insanlara xidmət sektorunu sevən bilirəm. Çox çətindir, bəli. Hələ xanımlara xidmət göstərmək çox çətindir. Amma günün sonunda bir sual vermişdilər mənə, 2011-də və s. Dedilər ki, ən yaxşı usta kimdir? Dedim ki, iş bitəndə Kristosondan gülərək müştəri qalxırsa, o usta ən yaxşı ustadır. Yəni, gülərək müştərini, xoşbəxt bir müştəri işləməyin həzzi başqadır, bunun xidmət sektorunda olanlar bilir. Sizdə necə ki bir iş görürsünüz, təqdim edəndə biz deyirik, bombadır, sizin üçün verdiyi şeydir. Halbuki sən onu yaxşı eləməlisən, mən də bəzi şeyləri görməməliyəm. Amma yaxşı olanda hamı tərəfindən başqa bir effekt verir. Mənim şəxsi düşüncəmdə komanda olaraq, biz baş ofis olaraq da, Saxara qrupu olaraq da bizim məqsədimiz Saxara salonlarına seçən müştəriləri məyus eləməməkdir. Bu nöqteyi nəzərdən sizdən xahişim də, tələbim də bu videonu da komanda ilə bölüşün. Ən önəmli şey o insanın həyatında sən nadir addımlardan birisən. O gözəlliyi ilə bağlı dur, sən onun bir doğum günündə yeməyi ya da bir tortunu hazırlayırsan və s. Bizim üçün çox sıradandır, çünki hər gün edirik onu. Amma onlar üçün çox önəmlidir, bunun da diqqətini unutmamaq lazımdır düşünürəm. Və həqiqətən də bir şey oxumuşdum, ya Biznes Əsasları kitabındaydı, hardasa yadımda deyil. Deyir 3-20 olmalıdır. 20% səni heç vaxt itirməyəcək çalışanların, 20% sənin özəlliyin olan bir şey, hansı xidmət, məhsul və s. Bir də 20% sənin nə olur olsun itirməyəcəyin müştərilərin olmalıdır. Biz şükür Allaha bunu bir 10 il əvvəl qazandıq, üstünə də bir 10 dəfə qoyduq. Çox şadam ki, bizi hələ də ilk gündəki həyəcanla dəstəkləyən müştərilər var və biz bu gün qazanmadığımız işlər belə var ki, orada varıq. Nəyə görə ki, oradan pul qazanan insanlar var və oranı bəyənib gələn insanlar var. Bu nöqteyi nəzərdən bizi ayaqda saxlayan motivasiyaya görə də müştərilərimizə təşəkkür edirəm.